Aprelin 19-u Bakıda və Abşeronda hava dəyişən buludlu olacaq, tutulacaq. Əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim cənub-qərb küləyi gün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 10-13, gündüz 19-24 dərəcə isti, atmosfer təzyiqi isə 751 mm civə sütun olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur, lakin axşama doğru bəzi yerlərdə külək güclənəcək, çiskin olacaq. Havanın temperaturu 13-17 dərəcə isti gözlənilir. Azərbaycanın əsasən dağ-təyə və dağlıq rayonlarında yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çağacaq, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı bildirilir. Gecə və səhər duman olacaq, qərb küləyi ara bir güclənəcək. Temperatur gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq. Yaxın günlərdə ayrı-ayrı yerlərdə intensiv yağış yağacaq, bəzi dağ çaylarından qısa müddətli sel keçəcək, şimşək çağacaq, ara bir güclü külək əsəcək. Fövqəladə Hallar Nazirliyi bununla bağlı müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli havada yanğın təhlükəsizlik qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin kiçik həcmli gəmiləri istifadəçilər belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq lazımdır. Eyni zamanda ildırımla bağlı təhlükələrdən qorunmaq üçün isə elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.